Mərkəzi Bank 2023-cü ilin 3-cü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu keçirib, nəticələrə əsasən əhalinin istehlak kreditlərinə tələbatının artdığı müşahidə olunur. Azərbaycanda məişət avadanlıqlarının alınması üzrə kreditlərə tələb azalsa da, kredit kartlarına tələb son rübdə xeyli artıb. Banklar bu ilin sonuna da əhalinin istehlak kreditlərinə tələbinin artacağı qənaətindədirlər. Elə isə Azərbaycanda istehlak kreditlərinə tələbat niyə artır? İstehlak kreditlərinə tələbatın artmasının bir neçə səbəbi var. Bir, insanlarımız öyrəşdilər buna. Yəni, bütün dünyada da bu trend var. İstehlak kreditlərinə tələb yüksəkdir. İnsanlarımız öyrəşdilər buna. İkinci, Azərbaycanda vətəndaşların orta statistik Azərbaycanlının gəlirləri və aldığı maaş və yaxud da qazancları ona imkan vermir ki, bir dəfəlik ödənişlə özünə lazım olan məişət əşyaları məsələn ala bilsin. İstehlak kreditlərinə fərqli olaraq biznes kreditlərinə tələbat azalıb. Mikro, kiçik və orta sahibkarlıq subyektləri üzrə tələb iri sahibkarlıq subyektləri ilə müqayisədə yüksək olub. Banklar iri sahibkarlıq subyektlərinə verilən biznes kreditlərinə tələbin azalacağını, mikro, kiçik və orta sahibkarlıq subyektləri üzrə kredit tələbinin artacağını proqnozlaşdırırlar. Bankların istehlak kreditlərinə yönəlməsi biznes kreditlərində ciddi problemlər yaradır. Biznes kreditlərdə faizin yüksək olması iş adamlarının bu kreditlərə yönəlməsini kifayət qədər maneə çevrilir və iş adamları öz biznes layihələrinə baxanda 3 illik, 5 illik kredit götürmək istəyirlər ki, bizdə uzun müddətli kreditlərə çıxış imkanları da o qədər də çox deyil. Və nəticə itibarilə biznes kreditlərinin azalması iqtisadiyyatın canlanmasının qarşısını alan səbəblərdən birinə çevrilir. Yeni iş yerləri yaranmır, yeni xidmət sahələri yaranmır. Ötən il dünyada və Azərbaycanda qeydə alınan inflyasiya istehlak kreditlərinə təsirsiz ötüşməyib. Ekspertlər bu faktorun biznes kreditlərinə mənfi təsir etdiyini və ölkədə iqtisadi fəallığın zəifləməsi qənaətindədirlər. Rüstəm Mikayılzadə, Rüfət Əliyev, Rəhil Rafiq qızı, İTV Xəbər.